Vaxtınız xeyir olsun, əziz və hörmətli Azərbaycanın xalqının, millətinin dəyərli övladları. Üç Qardaş proqramının daim izləyiciləri, Şəhid Qazi Veteran ailəsi. Sizləri Mingəçevir şəhərindən 12 nömrə məktəbdən tanış etmək istəyirəm. Buradakı olan lövhəni Ulu Öndərin adına hörmət olaraq, onun Azərbaycanın ümumilli liderinə necə qayğı, sayğı, hörmət göstərdiyini sizlərə göstərirəm. Və gördüyünüz kimi, əziz və hörmətli Azərbaycanın dəyərli övladları, xanımlar, bəylər. Gəlin Azərbaycan xalqımızı məhz təhsildən başlayan bütün işlər, hər şey təhsildən başlayır. Təhsilimizdə çalışaq ki, hər zaman övladlarımızı şəhidlərlə bağlı, qazilərlə, veteranlarla bağlı olan maarifləndirici söhbətlər aparaq. Necə ki, Ulu Öndər həmişə tələbələrlə, şagirdlərlə onların qayğısını çəkib. Lövhələrdə gördüyünüz kimi, Ulu Öndərin siyasi kursunun davamçısı cənab Prezident İlham Əliyevin, Müzəffər Ordunun Ali Başkomandanı necə dünyaya 200-dən artıq bayrağımızı sancan, səfirliklərimizi, diasporamızı quran siyasi kursun davamçısı cənab Prezident 40 il əyanı olaraq Ulu Öndərin siyasətin necə aparılmasını dərsini keçən cənab Prezident Ali Başkomandandır bizim o dövlətimizin rəhbəri. Və əlbəttə ki, biz Ulu Öndərin ruhu önündə baş əyirik, ona sayğı duruşu ilə hər zaman onu dünyada necə siyasət apardığını, dünyaya necə tövsiyə verdiyini hər birimiz bilirik. Və onun üçün də mən çox xahiş edərəm ki, Azərbaycan xalqından şəhidlərimiz unudulmasın, şəhidlərimiz tanınsın və çünki onlar Müzəffər Ordunun Ali Başkomandanın əskərləri olaraq dünyaya necə sübut etdilər ki, məhz şəhidlərimizin qisasını necə aldılar, 34 minə yaxın şəhidimizin qisasını 3000 şəhid verə 37 minə yaxın şəhidimiz var. Bunu biləsiniz ki, onlar qisasların qardaşlarımın aldı. Məhz cənab Prezidentin tapşırığı əsasında onun uğurlu siyasətinin nəticəsi idi ki, biz çiçəklənən Azərbaycanı çox şən görürük, xoşbaxt görürük və Allahın izni ilə ki, bundan da sonra gözəl olması üçün əlimizdən gələn səyləri göstərəcəyik. Əziz və hörmətli bacılar, qardaşlar, bütün məktəblər, 21 məktəb var Mingəçevir şəhərində. Mingəçevir şəhərin abadlıq işi ilə məşğul olan, əlbəttə ki, dövlətin içərisində olan vəsaitlə məhz Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən göstərilən qayğı nəticəsində bu cür lövhələr məktəblərdə Təhsil Nazirinə minnətdarımı bildirirəm, Mingəçevir Maarif Müdürünə təşəkkürümü bildirirəm ki, bəs şəhidlərimiz unudulmayıb, onların lövhəsi və onların adına belə bir hər məktəbdə bu cür belə işıqlandırılıb. Allah bu yolda əziyyət çəkənləri, Müzəffər Ordunun Ali Başkomandanın əskərləri, hər bir vətəndaş onun əskəri olduğunu bilirik və bunların ruhu önündə Allah bizləri utandırmasın. Yeri göğü yaradan Allahdan arzu edirəm ki, dünyanın 200-dən artıq dövlətində ucalan bayrağımızı orada yaşayan Azərbaycanlıları, şəhidlərimizin ruhu önündə onları utandırmasın. İlahi, amin. Yeri göğü yaradan Allahdan arzu edirəm ki, biz yaşadığımız son damla qanımıza qədər şəhidlərimizi tanıdaq, yaşadaq, qazilərimizi yaşadaq, onların qarşısında, onların hər zaman sayğı, hörmət göstərək qazilərimizə və döyüşçülərimizə. 200 minə yaxın veteranımız var bizim. Onların hörmətini saxlayaq, onların sayğısını valideynlərinin, əzizlərinin, doğmalarının necə deyərlər, hər zaman yanında olaq inşallah. Əlbəttə ki, Qarabağ Azərbaycandır. Dəmir yumruq hər bir vətəndaşın yumruğunu cənab Prezident əlinə alıb dünyaya öz siyasətini göstərdi. Məhz bunu demək mənim bunu çox istəyirəm ki, dünyanın bir nömrəli Amerika Birləşmiş Ştatlarında dünyanın 200 artıq dövlətində
çiçəklənən Azərbaycanın uca bayrağı ki dalğalanır. Həmd olsun bu günlərə və əziz dostlar, əziz qardaşlar. Amerika Birləşmiş Ştatlarında Ağ Evin haçarını əlinə alan cənab prezidentin uğurlu siyasəti idi ki, məhz Ulu Öndərin siyasi kursunun tələbəsi, məhz Ulu Öndərin oğlu, mərhum Heydər Əliyevin oğlu, cənab prezident İlham Əliyevə minnət və təşəkkürümü bildirirəm ki, necə bizim başımızı dünyada uca edir, adımızı qızıl hərflərlə tarixə yazdırır. Allah ondan razı olsun ki, Müzəffər Ordunun Ali Başkomandanı zəfəri məhz 20-ci ildə Zəfər bayramımızı 8 noyabr Qələbə günü münasibəti ilə biz bu tədbirləri keçirdik bərabər və bu dəmir yumruğu heç kəs unutmasın ki, tarix şəxsiyyətlərin xidmətini unutmur. Tarix yazan cənab prezident bilin ki, əsrlər boyu 200-dən artıq ildən torpaqlarımız işğalda olanda bir qarış torpaq alınmadı. Məhz 20-ci ildə etdiyi əmir tapşırıqla 20% torpaqlarımızı işğaldan azad edən məhz cənab prezidentin uğurlu siyasət nəticəsində olub. Allah onu qorusun, xalqımızı qorusun, millətimizi qorusun, şəhidlərin ruhu önündə cənab prezidenti və bu gözəl xalqımızı, hamımızı utandırmasın. İlahi, amin, amin, amin. Və sonunda bütün şəhidlərimin ruhu önündə Azərbaycanın dəyərli, namuslu bacı qardaşlarımın adından, şərəfli insanların adından, şəhidlərimin ruhu önündə və məhz müqəddəs bu qardaşlarımızın ruhu önündə cümləmizin adından baş əyirəm. Allah məqamların uca eyləsin. İlahi, amin, amin, amin. Allah yar və yardımcınız olsun. Hər bir vətəndaşın yolumuz çiçəklənən Azərbaycan üçün çalışaq, bir yerdə səy göstərək, əlimizdən gələni əsirgəməyək. Allah sizin hər birinizdən razı olsun. Allah sizi qorusun.